Uşaqlarda hər hansı bir mədə-bağırsaq problemləri ilə qarşılaşdıqda valideynlər çox zaman endoskopik müayinəni deyil, doktor bunu rengenoloji müəyyən etmək olar yoxsa yox sualını verirlər. Bu tam normal, bir valideynin tam normal bir reaksiyasıdır. Buradan bu suala birincisi ilk verilən suallara cavab vermək istəyirəm. Rengenoloji müayinə mədə-bağırsaq sistemində, selikli qişada hər hansı yaranan patoloji bir prosesi müəyyən etmir. Hər hansı bir kobud patoloji problemi görə bilər. Endoskopik müayinə mədə-bağırsaq xəstəliklərinin diaqnostikasında qızıl standartdır. Odur ki, mütləq əgər uşaqlara endoskopik müayinə təyin olunmuşdursa, siz bu endoskopik müayinəni elətdirməkdən çəkinməyin, qorxmayın. Çünki müasir zamanda xüsusi ölçüdə olan uşaq endoskopları var və bütün müayinə metodları anesteziya altında, sedasiya altında aparılır.